Salam dostlar, necəsiz? Bugün sizlərlə bir yerdə məşhur belə bir içki yoxlayacağıq. Deyəsən bu shake yazılıb. Top shake. Görək dadı necədir? İlk öncə çalxalayırıq. Və dadına baxırıq. Bu arada bu Arazda və Alda deyəsən satışda var imiş və çox tez bir şəkildə tükənib. Yəni insanlar bunu çox seviblər və mənə də maraqlıdır. Birinci dəfə içəcəm, inşallah dadını bəyənərik. Bu arada dadına baxım sizə köhnə atdığım videodan da deyəcəm. Deyəsən onun tipdə bir şeydir. Bunun qiyməti isə 1 manat 70 qəpik idi. Pendir iyi gəlir. Yox, bir dəqiqə. Karamel iyi gəlir. Bildim. Skşonlu var ya dostlar. Skşonlunun içki forması kimidir. Bunun deyəsən çox növü var. Mən sadəcə bunu bir dənə bu qalmışdı arada. Təsəvvür edirsin, hamısını almışlar, bir dənə bu qalmışdı. Çox tərifləyirlər. Normal dadı var. Bir dənə video atmışdım. Orada da milkshake idi, yoxsa smoothie idi o. Mən onun dadını daha çox bəyənmişdim. Diğerlərin dadını bilmirəm, bəlkə bu ən qəşəng olmayandır. Amma mən bunu yoxladım. Belə standart südlü şeyləri çox sevirsinizsə, məncə dadını bəyənəcəksiniz. Yəni meyvəli südləri, belə fərqli südləri sevirsinizsə, bunun dadını bəyənəcəksiniz. Mən amma meyvəli şeyi daha çox bəyənmişdim. Meyvəli smoothie'yi daha çox bəyənmişdim. Bye.